Avropanın cənub-şərqində Egey dənizinin sahilində yerləşən bir ölkə var ki, onun adı çəkiləndə ağla ilk gələnlər fəlsəfə, demokratiya və zeytun ağacları olur. Bəli, söhbət Yunanistandan gedir. Qədim mədəniyyətin beşiyi, milyonlarla turisti özünə çəkən günəşli adalar diyarı. Amma Yunanistan yalnız qədim məbədlər və mavi damlı evlərlə yadda qalmır. Bəzən tıxacılı küçələri, bəzən də ləng bürokratiyası ilə insanı təəccübləndirə bilir. İndi isə gəlin tarixi, kontrastlarla dolu ölkəni bir yerdə kəşf edək. Yunanistan Avropa qitəsində yerləşən və Avropa İttifaqının üzvü olan bir dövlətdir. Ölkənin ümumi ərazisi 132 min kvadrat kilometrdir və təxminən 11 milyon nəfər əhalisi var. Parlamentli demokratiya ilə idarə olunan Yunanistan Avropada ən uzun sahil xəttinə sahib ölkə sayılır. Xəritədə Yunanistan Avropanın cənub-şərq hissəsində yerləşir və coğrafi baxımdan Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Albaniya ilə sərhəddədir. Türkiyə ilə sərhəd uzunluğu isə 212 kilometr təşkil edir. Ölkənin 80%-ni dağlar təşkil edir. Bu dağlar Afina və Zevs kimi qədim Yunan tanrılarının evi hesab edilir. Yunanistanda əhalinin yaş ortalaması yüksəkdir. Orta yaş 45-dir. Ölkə əhalisi sürətlə qocaldığı üçün 3 və daha artıq uşağı olan ailələrə vergi güzəştləri və müxtəlif təşviqlər edilir. Xüsusilə qadınların ömrü uzunluğu yüksəkdir. 84 yaşa qədər sağlam yaşaya bilirlər. Kişilər isə adətən 80 yaşa çatmazdan əvvəl vəfat edirlər. Uzun ömürlülüklərini zeytun yağlı qidalara və təmiz havaya bağlayırlar. Dünyada 3-cü ən böyük zeytun yağı istehsalçısı olan Yunanistanda təxminən 350 milyon zeytun ağacı mövcuddur. Bu ağaclardan alınan məhsullar dünyanın bir çox yerinə ixrac olunur. Ölkəyə bəzən Hellen Respublikası da deyilir. Paytaxtı isə qədim və tarixi şəhər olan Afinadır. Afina əhalisi ümumi əhalinin 1/4-ə bərabərdir və şəhərin tarixi 7000 il əvvələ dayanır. Bu gün Avropa İttifaqı ölkələri arasında Afina əhalisinə görə 7-ci böyük şəhər sayılır. Şəhər eyni zamanda turistlərin ən çox axın etdiyi məkanlardan biridir. Otel və turizm infrastrukturu kifayət qədər geniş edib, lakin bu səbəbdən şəhərdə daimi tıxac müşahidə olunur və metro olsa da tıxaclar bitmir. Afina tıxacları sürücülərin aqressivliyi və piyadaların qaydalara əməl etməməsi ilə turistlərə çətinlik yaşadır. Qədim dövrlərin mühüm mədəniyyət mərkəzlərindən biri olan Yunanistan, Hellen sivilizasiyasının varisi kimi tanınır. Fəlsəfə, teatr, tarix, siyasət və riyaziyyat sahələrində dünya tarixinə dəyərli töhfələr verib. Pifaqor, Evklid, Arximed və Herodot kimi məşhur alimlər bu torpaqlarda yetişib. Qədim Yunanlar dövrün varlı insanları olaraq vaxtlarının çoxunu elmə, fəlsəfiyə və sənətə həsr edirdilər. Tarixi eramızdan əvvəl 3000-ci illərə qədər gedib çıxan Yunanistan bu gün təkcə ada və çimərlikləri ilə deyil, həm də zəngin mədəni irsi ilə milyonlarla turisti cəlb edir. Yunan mədəniyyətinin dünyaya yayılmasında Böyük İskəndərin hərbi və siyasi uğurları mühüm rol oynayıb. Roma imperiyası dövründə də Yunan mədəniyyəti inkişaf etmiş və bir çox sahədə tarixə yön verib. 15-ci əsrdə Yunanlar Osmanlı imperiyasının hakimiyyətinə keçmiş və 300 il ərzində Osmanlı tərəfindən idarə olunublar. Bu dövrdə Yunanlar Osmanlıya vergi ödəyir və türk mədəniyyəti ölkədə geniş yayılır. Hərçənd bu müddət ərzində dəfələrlə üsyan etsələr də 1830-cu ilə qədər uğur qazana bilmədilər. Birinci Dünya müharibəsi zamanı Yunanistan Osmanlıya qarşı olan Antanta dövlətlərinin tərəfinə keçdi və Egey Marmara bölgələrini işğal etməyə çalışdı. Lakin Mustafa Kemal Atatürkün liderliyi və strateji zəfərləri sayəsində İzmir, Aydın, Bergama kimi bölgələr işğaldan azad edilərək Türkiyə torpaqlarına geri qaytarıldı. İkinci Dünya müharibəsindən sonra Yunanistanın sərhədləri tam şəkildə formalaşdı və bu günə qədər eyni şəkildə qorunur. Hal-hazırda ölkə 14 min kilometrlik sahil xətti ilə yay turizminin göz bəbəklərindən biridir. Yunanistanın əsas gəlir mənbəyi onun 6000 adasıdır ki, bunlardan 230-unda yaşayış mövcuddur. Bu adalar turizmdən milyonlarla avro gəlir gətirir. Adalardakı evlər adətən ağ rəngə boyanır, damları isə mavi olur, çünki mavi rəngin uğur gətirdiyinə inanırlar. Plajların çoxu pulsuzdur. Şezlon və çətirə belə pul ödəmirlər. Yunanistanda səhiyyə sistemi isə çox sürətli deyil. Həkim qəbulu üçün aylarla növbə gözləmək lazım gəlir. Sadə analizlər üçün belə xəstəxanada saatlarla gözləmək tələb olunur. Elektron ticarət sahəsində də geridədirlər. Əhali əsasən yaşlı olduğundan ağıllı telefon və internet istifadəsi zəifdir, lakin ölkə ilə bağlı gözəl fakt odur ki, avqust ayında ölkədə hər kəsə icazə verilir və insanlar ilin yorğunluğunu çıxardırlar. Çoxları kran suyunu içməyin təhlükəsiz olduğunu düşünür və butulka suya pul xərclənmir. Su da olduqca ucuzdur. Yunanistana köçənlərin ən çox şikayət etdiyi məsələlərdən biri isə bürokratiyadır.
Məsələn, siz Yunanıstana köçmək istəyirsiniz, sənədləri hazırlamısınız və müraciət edəcəksiniz. Yaşayış kartı almaq üçün 3 il gözləyənlər var. Halbuki normalda 6 ay ərzində çıxmalı olan kartların 3 ilə qədər gecikməsini səlahiyyətlilər işin çoxluğu ilə əlaqələndirirlər. Məmurlar bildirirlər ki, Yunanıstanda yaşamaq istəyən minlərlə insan var və tələblərə çatdırmaq mümkün olmur. Yəni, əgər Yunanıstana köçmək fikriniz varsa, hər şeyin ləng etməsinə alışmalı olacaqsınız. Məsələn, xaricdən kargo sifariş etdikdə Yunanıstanda poçt və kargo şirkətlərinin məhsulu sizə çatdırması aylarla çəkə bilər. Digər tərəfdən adaların ətrafında tez-tez güclü zəlzələlər baş verir. Bunu da nəzərə almaq vacibdir. Bu zəlzələlər adadakı yaşayış məntəqələrinə ciddi ziyan vura bilər. Ege dənizindəki zəlzələlər Quşadasından da tez-tez hiss olunur. 2020-ci ildə baş verən 7 bal gücündəki zəlzələ həm Türkiyədə, həm də Yunanıstanda böyük dağıntılara və can itkilərinə səbəb olmuşdu. Əgər zəlzələdən qorxan birisinizsə, Yunanıstanda uzun müddət qalmağınız məsləhət deyil. Yunanıstanla bağlı diqqət çəkən digər bir xüsusiyyət isə bu ölkə insanlarının futbola aşiq olmalarıdır. Futbol və basketbol Yunanlılar üçün bir ehtirasa çevrilib və bəzən maçlarda irqçi şüarlar səsləndirirlər. AEK, PAOK, Olympiakos kimi komandaların çox böyük azarkeş kütləsi var. Evlilik öncəsi isə bizdəki kimi qız istəmə mərasimi keçirilir və qız tərəfinə müvafiq hədiyyələr təqdim edirlər. Yunanıstan Aralıq dənizi iqlimi ilə səciyyələndiyi üçün yayda 35 dərəcəni keçən isti hava, qışda isə sərt və şaxtalı hava üzləşir. Əksər turistlər yaz aylarında ora gedərkən dənizə girir və tarixi abidələri ziyarət edirlər. Avropa ölkələrinin yay tətili üçün ən çox seçdiyi ölkələrdən biri Yunanistandır və doğrudan da isti dənizlərə malikdirlər. Tələbatın çox olmasına görə Yunan hökuməti ölkə daxilində 16-dan çox beynəlxalq hava limanı inşa edib. Pul vahidi olaraq avro istifadə olunur və əgər şərab, zeytun yağı kimi yerli istehsallar almaq istəsəniz, avro ilə ödəməlisiniz. Rəsmi dil Yunancadır. Ölkədə azlıq olaraq türklər, albaniyalılar, makedonlar və ermənilər yaşayır və öz aralarında ana dillərində danışırlar. Əgər ingiliscə bilirsinizsə, Yunan xalqının yarıdan çoxu ingilis dilini anlayır. Yunanıstana köçmək istəyən birinin rahat yaşaması üçün ya ingiliscə ya da orta səviyyədə Yunanca bilməsi vacibdir. Mağazalar səhər saat 8-də açılır və günorta saat 2-də fasiləyə çıxırlar. Həmçinin bazar günləri böyük mağazalar bağlı olur. Bunun məqsədi kiçik müəssisələrin də qazanc əldə etməsinə şərait yaratmaqdır. Bütün bu rahatlığa baxmayaraq görünür, hələ də streslidir ki, dünyada ən çox siqaret çəkilən ölkələrdən biri də Yunanistandır. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.